Salam dostlar, bu gün əvəzlikdən testlərin izahına baxaq. Birinci sual deyir ki, həm mənsubiyyət, həm hal şəklisi qəbul etmiş əvəzi hansı cümlədədir? Burada A-da biri sözü elə leksik şəkilçidir, hal mənsubiyyət şəkilçi yoxdur. Onlardan biri bu saydı. Məni görməyə, bu da təslik haldır. Mənsubiyyətimiz yoxdur. Deyəsən, yenə hərəsinin, hər sözün köküdür, leksikdir, hərəsi mənsubiyyəti n bitişdirici, ində hərəsinin dərdi, yəlik haldır. Deməli, cavabımız C olar. Şuşa Azərbaycanın qədim ocaqlarından biridir saydı. Şagirdlərdən biri bu tipli olanda bu say olur, əvəzi olmur. Hansı cümlələrdə belə sözünü həm işarə əvəzi, həm də ədat kimi düşünmək olar? Tədbirdə müəllimlər belə danışmadılar. Bir də deyirəm ki, tədbirdə müəllimlər belə danışmadılar. Yəni, müəllimlərə söz verilməyib, müəllimlər danışmayıb. Bir də müəllimlər bu cür danışmayıb. Bir ola bilər. Belələrinin cavabını gərək vaxtında verəsən. Bu, belələri sözü istənilən halda işarə əvəzi idi. O, övladını belə düşünmürdü. Yəni, övladını bu cür düşünmürdü. Daha parlaq gələcəyini düşünürdü. Bu tipli. Bir də övladını belə düşünmürdü. Yəni, övladı belə bu adamın yadına düşmür. 3 ola bilər. 3 ola bilər. Belə bir gözəl havada mən evdə otura bilmərəm. Belə gözəl havada bu sadəcə əvəzlikdir, olmaz. Bunu Mərdan belə istəməmişdi. Bunu Mərdan belə istəməmişdi. Yəni, Mərdan bu cür istəməyib, bir də Mərdan belə istəməyib. Yəni, heç Mərdanın belə bu ağlından keçməyib. 1, 3, 5 A variantı cavabımızdır. Hansı fikir səhvdir? O əvəzindən sonra modal söz gələrsə, vergül qoyula da bilər, qoyulmaya da bilər. Düz fikirdir. Çünki sanki, güya, elə bir ki, modal sözləri vergül tələb etməyən modal sözlərdir. Bu işarə əvəzliyi hallansa da mənsubiyyət şəkilçisi qəbul etmir. Bəli, düz fikirdir. Hallanır, amma mənsubiyyət şəkilçisi qəbul etmir də. Mənim bum, sənin bun deyə bilmərik. Nəsə, elə belə əvəzlikləri mənsubiyyət şəkilçisi qəbul etməsə, əsasən hallanmır, düzdür. Eləsi, beləsi versiyasında bu hallana bilir. Həmin əvəzi sifət əvəz edə bilər. Elə vəzifəsi odur ki, sifət əvəz etsin. Təni əvəzlərin hamısı formaca dəyişə bilir. Xeyr, hər bütün əvəzlikləri formaca dəyişə bilmir. Yəni, qrammatik şəkilçi qəbul edə bilmir. Ovçu insaf elə bir yerdədir, mürəkkəb feildir. Keçmə bu düzdən, bu işarə əvəzliyim. O çöllər qızını, bu da işarə əvəzliyim, çünki özündən sonra vergül yoxdur. Ayırma bizdən, bu da şəxs əvəzliyim. Nümunənin təlinə aid olan fikir müəyyən edin. Nümunədə 2 işarə əvəzliyi var. Bu düz fikirdir elə, o ilə bu. Bu təyin əvəzliyidir, xeyr işarədir. O şəxs əvəzliyidir, xeyr işarə əvəzidir. Çünki şəxs olsaydı özündən sonra vergül olardı. Biz şəxs əvəzlidir, cümlədə yer zərfliyidir. Bizdən ayırma, kimdən tamamlıq. Nümunədə 3 işarə əvəzliyi var, xeyr 2-dir. İnsaf elə də birlikdədir. Bəziləri elə düşünür ki, kimsə onun haqqında nəsə deyə bilməz. Bir də nəsə cümləsinin təlimdəki səhvi göstərin. Elə işarə əvəzidir, zərf əvəzidir, bəli düzdür. Çünki feilin qarşısında gəlib. Nəsə düzəltmə, qeyri-müəyyən əvəzidir. Bəli, sözün kökü nədir? Nəsə düzəltmədir. Onun yəli hal şəkilçisi qəbul edib, onun haqqında mənsubiyyət var burada. Deməli, yəlik hal plus mənsubiyyət sxemidir, düzdür. Bəziləri sifət əvəz edib, xeyr. Bəziləri ismi şəkilçilərini qəbul edib, səlləri, cəm şəkilçisini, hal şəkilçisini, deməli, ismi əvəz etmiş olur. Kimsə ismi əvəz edib, düzdür. Hansı cümlədə vergül düz qoyulub? O, mənciyəzi hələ bu qədər tərif etməmişdi. Mənciyəz isimdir. O da nə etməmişdi? Tərif etməmişdi. Kim o? O mübtəda vəzifəsindədir. Özündən sonra da isim gəlib. Deməli, burada vergül mütləq olmalıdır. A düzdür. Bu neçənci kitabdır? Bundan sonra əvəzi gəlibsə, vergül ola bilməz. Ondan sonra feil. Feil deyəndə feil sifət istisna. Feili bağlama gəlibsə, vergül olmaz. Əvəzi gəlib olmaz.
əvəzlik gəlib olmaz. Sonra işarələnmiş sözlərin hansı nitq hissəsinə aiddir? İşarələnmiş sözlər biz elə hesab edirik ki, hesab edirik bir yerdə, elə hesab edirik. Bu da əvəzlikdir. Əvəzliklər. Oğul belə işlərdən həmişə uzaq dur. İsmi əvəz edib əvəzlikdir. Daim elə yorulub ki, tərpənə bilmirdi. Daim o dərəcədə yorulub ki, tərpənə bilmirdi. Gəlib sözdür, əvəzlik gəlibdir. Yəni nitq hissəsi olaraq da əvəzlikdir. Sonra burada nə var? Bir dəqiqə. Cavabımız D variantı. Hansı cümlədə işarə əvəzliyindən sonra işlədilən durğu işarəsi doğrudur? İşarə əvəzliyindən sonra deyir. O buralardan uzun müddətdir ki, gedibdir. O gedibdir, şəxs əvəzliyidir də. Kim gedib, o gedib, şəxs əvəzliyidir. Bizə də işarə lazımdır. Bu bizim dostumuz. Bura yeni gəlib. B düzdür. Bu bizim dostumuz əlavədir. Bizim dostumuz əlavədir bu birlikdə. Əlavənin də şərti belədir ki, əlavə etdiyi sözdən, yəni mənasını açığı sözdən vergüllə və ya tirə ilə ayrıla bilər. Burada da vergüllə ayrılıb, düzdür. O sənlik məsələ deyil. Nədir məsələ deyil? Nədir məsələ deyil? Necə məsələ deyil? Sənlik, nə o? Deməli, mübtəda vəzifəsindədir və şəxs əvəzliyidir. Bu oxuyanda feil gəlib, bu ola bilməz. Əvəzlik gəlib, ola bilməz. Formaca dəyişmiş, qeyri-müəyyən əvəzliyin. Formaca dəyişmiş əvəzlik, qeyri-müəyyən əvəzlik odur ki, həmin qeyri-müəyyən əvəzlikdə qrammatik şəkilçi olsun. Mübtəda kimi çıxış etdiyi nümunəni müəyyən edin. Bizim uğurlarımıza xor baxanları, burada qeyri-müəyyən əvəzlik yoxdur. Hamı itirir, kimi bəxtini, kimi ömrünü. Hamı qeyri-müəyyəndir, kimi qeyri-müəyyəndir, amma heç biri formaca dəyişməyib. Hərə dəyişməyib formaca. Bəziləri hələ də cəmiyyətin qurbanına çevrilir. Nə edir? Çevrilir. Nəyə çevrilir? Cəmiyyətin qurbanına. Kim? Bəziləri qeyri-müəyyən əvəzlikdir və formaca dəyişib, qrammatik şəkilçilər qəbul edib, mübtəda vəzifəsindədir, düzdür. Elələri öz düşüncələrini daha üstün hesab edirlər. Nə edirlər? Nə edirlər? Hesab edirlər. E-də də elələri sözü deməli işarə əvəzliyidir, özü də təyin əvəzliyidir, qeyri-müəyyən əvəzliyi yoxdur. Mənsubiyyətə görə dəyişə bilməsə də hallana bilən. Mənsubiyyətə görə dəyişə bilməsə də hallana bilən işarə əvəzliyinin xəbər olduğu nümunəni müəyyən edin. Burada mənsubiyyətə görə dəyişə bilməyən işarə əvəzlikləri deməli o budur, elə belə dəyişə bilir, bir də həmin dəyişə bilmir. İndi deyir, onun da düşündüyü belə idi. Belə mənsubiyyətə görə dəyişir, A olmaz. Bu məsələdən məsuliyyət daşıyan özüməm. Xəbər vəzifəsindədir, deyir xəbər olduğu cümlə. Özüməm təyin əvəzlikdir, olmaz. Bəziləri qeyri-müəyyən əvəzlikdir, işarə əvəzliyi lazımdır bizə. Mən gedirəm həmin yerlərə. Burada xəbər feildir, bu heç. O sizin dediyiniz deyil, budur. Bu əvəzliyi xəbər vəzifəsindədir. Mənsubiyyətə görə dəyişə bilmir, amma hallana bilir. Kökü əvəzlik olan, amma əvəzlikdən düzəlməyən sözün işləndiyi cümlələri göstərin. Kökü əvəzlik olan, deməli, öz sözü əvəzlikdir. Özəl leksik, özəlləş leksik, özəlləşdir leksik. Axırıncı leksik şəkilçiyə baxıram, özəlləşmək feilini artırılıb. Deməli, biri götürə bilərəm. Kökü də əvəzlikdir. Həminki bir dənə leksik şəkilçi var, həminə artırılıb, elə əvəzliyə artırılıb birbaşa, 2 olmaz. Sonra mənimsəməlidir sözündə, mən sözün kökü mənimsəl leksikdir, birbaşa kökə artırılıb, bunlar da qrammatikdir, 3 olmaz. Kimliyindəki qüsur, kim sözün köküdür, kimlik leksik, qrammatik, dəki leksik. Deməli, bu söz nədən yaranıb? Kimlik sözündən yaranıb.
Ona görə 4-ü də götürə bilərəm. Yəni isimdən yaranıb kökü də əvəzlikdir. Kimsəsizlik sözündə kim sözün köküdür? Sə leksik, siz leksik, lik leksik. Axırıncı leksik şəkildə kimsəsiz sifətin artırılıb. Deməli, bunu da götürə bilərəm. A variantı. Bu şəhərə gələndə çox sevinir cümləsindəki əvəzliyə aid olan fikri müəyyən edin. Özündən sonra vergül işlənsə şəxs əvəzliyi olar. Xeyr, bu əvəzlik həmişə işarə əvəzliyidir. A olmaz. Özündən sonra vergül işlənsə mübtəda ola bilər. Bu ola bilər. Nə edir? Sevinir. Nə qədər sevinir? Çox sevinir. Zərf. Nə vaxt, nə zaman? Şəhərə gələndə. Kim bu? Özündən sonra vergül qoysam mübtədaya çevrilə bilər. Amma indiki halda nə edir? Sevinir. Çox sevinir. Nə vaxt, nə zaman sevinir? Şəhərə gələndə. Yəni vergülsüz vəziyyətində bu tərkibin içinə daxildir. Özündən sonra vergül işlənməsə təyin olar? Xeyr, ola bilməz. Çünki tərkibin içindədir. İstənilən məqamda vergül tələb etmir. İstənilən məqamda vergül tələb etmir. Bu səhv fikirdir. Çünki istənilən məqamda vergül tələb etmir deyəni mübtəda olsa vergül tələb edəcək. İstənilən məqamda cümlə üzvü deyil, mübtəda olsa cümlə üzvü olacaq. Vəkilin hörməti qalsın özünə, yoxdur etibarım onun sözünə, özünə, bir də onun sözləri əvəzliklərimizdir. Nümunədəki əvəzliklərin tərinə aid olan fikirlərdə hər ikisi ismi əvəz etmişdir. Bəli, özünə, ismin şəkilçilərini qəbul edibsə ismi əvəz etmiş sayılır. Şəxs əvəzliyi tamamlayan ifadə vasitəsidir. Şəxs əvəzi onun sözüdür. Onun sözü bir yerdədir. Yəli mənsubiyyət sxemidir. Parçalana bilməz. Əvəzliklərdən biri ayrılıqda sifəti də əvəz edə bilər. Bu öz əvəzliyidir. Öz əvəzliyidir ki, ayrılıqda sifəti də əvəz edə bilər. Düzdür. Hər ikisi ismi əvəz edərək əşyanı adlandırır. Heç bir əvəzlik əşyanı adlandıra bilməz. Əşyanı adlandırmaq ismi xüsusiyyətidir. Əvəzliklərdən biri mənsubiyyət şəkilçisi qəbul edib. Bəli, onun özü, öz, ü. Burada qrammatik mənsubiyyət şəkilçisidir. Deməli, nə oldu cavabım? 1, 3, 5. Cədvələ əsasən uyğunluğu müəyyən edək. Şəxs əvəzlikləri əşyanı adlandırır. Xeyr, əşyanı adlandıra bilməz. Bir dəqiqə. Şəxs əvəzlikləri əşyanı adlandıra bilməz. Ümumiyyətlə, heç bir əvəzlik əşyanı adlandırmır dedik bayaq. İşarə əvəzlikləri sifətin yerində işlənir. Morfoloji baxımdan sifət olur. Xeyr, nəyin yerində işlənir, işlənsin. Morfoloji baxımdan əvəzlik olaraq qalır. Təyin əvəzliklərin bəzisi formaca dəyişə bilmir. Düz fikirdir. Yəni, formaca dəyişmək qrammatik şəkilçi qəbul edə bilmir. Hər, bütün əvəzlikləri buna aiddir. C düzdür. Necə nəcür əvəzlikləri müxtəlif nitq hissələrini əvəz edə bilər? Bəli. Necə danışır desəm, zərfi əvəz etmiş sayılar. Maraqlı kitabdır. Necə kitabdır desəm, sifət əvəz etmiş sayılar. Bu düz fikirdir. Qarşısında yanlış yazılıb. Qeyri-müəyyən əvəzliklər qeyri-müəyyən şəxsi və ya əşyanı əvəz edir. Bəli, bu da düz fikirdir. Əvəzi işlənmiş cümlələri müəyyən edin. Hər an təhlükə ilə üz-üzə qala bilərdi. Burada hər an zərfdir. Nə vaxt, nə zaman sualına cavab verir. Hər şeyin sonunun yaxşı olacağını, hər şey əvəzlikdir. 2-ni götürə bilərəm. Bu gün digər günlərdən fərqli idi. Gün fərqli idi. Hansı gün? Bu gün. Bu əvəzlikdir. Əlindəki kitab özününki isimdir. Bu olmaz. Bəzən nə qədər çalışsan da alınmır. Burada nə qədər sözü həmişə əvəzlikdir. Bəzi əvəzliyi formaca dəyişməsə hansı sözün yerində işlənə bilməz. Bəzi əvəzliyi formaca dəyişməsə yalnız deməli sifəti əvəz edir. Amma formaca dəyişəndən sonra ismi əvəz edir. Deməli, formaca dəyişməsə düşmən sözünü, yəni ismi əvəz edə bilməz. Klasterin boş xanalarını hansı fikirlər doldura bilər? O, bu əvəzlər özündən sonra əvəzlik gələrsə, heç bir halda vergül olmaz. Bu fikir səhvdir. Bayaqki nümunədə özündən sonra əlavə gələndə, özündən sonra sadalanma gələndə, məsələn, o, mən, sən birlikdə gedək. Bu tipli olanda vergül qoyulacaq.
Köməkçi nitq hissələrindən yalnız modal söz gələrsə vergül qoyular. Bu fikir də səhvdir. Çünki modal söz kimi ədatlar da təsdiq, inkar bildirən ədatlar da vergül tələb edir. Cümlənin ortasında gələrsə ondan hər iki tərəfdən vergül alınır. Modal sözün qaydası həmin ədatlara da tətbiq olunur. 2 səhvdir. Fe'li birləşmə daxilində gələrsə özündən sonra vergül qoyula bilər. Bəli, düz fikirdir. Özündən sonra qoşmalı söz gələrsə vergül qoyula da bilər, qoyulmaya da bilər. Bəli. Məsələn, o mənim üçün gəlib desəm, burada qoyulmayacaq. Çünki mənim üçün qoşmalı söz əvəzliklidir. 3-4. Doğru fikirləri seçək. Hamı elə düşünür ki, o mənim ən yaxın dostumdur. Həmişə zərfdir. O işarə əvəzliyidir. Çünki ondan sonra isim gəlib kəndə sözü və vergül qoymayıb. Deməli bu işarədir. Hər kəsdə qeyri-müəyyən, bizi də şəxs əvəzidir. İndi baxaq. Omonim olan şəxs əvəzi işlənib. Bu hər ikisində var. Bizi sözü də omonimliyi olan şəxs əvəzi. Biz bir bildiyimiz isim kimi iynə mənasında. Bir də şəxs əvəzi. Bir də o sözü şəxs deməli omonimdir. İşarə əvəzliyi və bir də şəxs əvəzliyi kimi omonim olur. Deməli bu 1 bura yazılmalıydı. 1 səhvdir. Əvəzliklərdən biri zərfi əvəz edib. Bəli, 2 düzdür. Elə əvəzliyi zərfi əvəz edib. İkinci cümlədə o yoxdur. 2-ni götürə bilərəm, yerində işlənib. Əvəzliyin 3 məna növünə aid nümunə işlənib. Deməli hamı qeyri-müəyyən, elə işarə, o da şəxs, o mənim şəxs. 3 işarə, qeyri-müəyyən, şəxs. Burada da 3 var. Deməli bu düz fikirdir. 3 yerində yazılıb. 2, 3. O əvəzliyi işarə əvəzliyidir. 4-də. Xeyr, birində şəxsdir, birincidə şəxsdir. İkinci cümlədə işarədir. Bura yazılmalıydı. Təyini əvəzi işlənən sadə cümlədir. Təyini əvəzi işlənən sadə cümlədir. Burada təyini əvəzi heç birisində yoxdur. 5 olmaz. İşarə əvəzindən sonra vergül qoysa şəxs əvəzinə çevrilər. Bəli, bu ikinci cümləyə aiddir. Bura bir vergül qoysam şəxs əvəzinə çevrilər. Düzdür. Heç kimsə gəlib soruşur ki, necə yaşayırsan? Cümləsindəki əvəzliklərlə bağlı yanlış fikir. Buradakı heç ədatdır da. Yəni deyir, heç kim gəlib soruşmur. Heç kimsə gəlib soruşur ki, necə yaşayırsan? Kimsə qeyri-müəyyən əvəzlikdir. Necə yaşayırsan? Bu da sual əvəzidir. Başqa da bir şey yoxdur. Əvəzliklərdən biri zərflik, biri mübtəda rolundadır. Bəli, soruşub söz nə edib soruşub? Kimsə. Nə idi? Yaşayırsan? Xəbər. Necə də? Bu da zərflik vəzifəsindədir. A düzdür. Mürəkkəb əvəzi işlənməsə də düzəltmə işlənib. Bəli, kimsə sözü, kim sözün kökü sərli eksikdir. Düzdür. Sual əvəzi sifət əvəz etməyib. Zərf əvəz edib. Düzdür. Mürəkkəb və sadə əvəzi işlənib. Mürəkkəb əvəzim yoxdur. Mənim yanlış fikirdir. Çünki heç ədatdır. Əvəzliklərdən biri ismi, biri də zərfi əvəz edib. Kimsə ismi əvəz edib. Necə də zərfi əvəz etmiş olur. Hansı cümlədə işarə əvəzliyindən sonra vergülün işlənməsi doğrudur? İşarə əvəzliyindən sonra hər sözü əvəzlikdir. Deməli, burada vergül olmaz. O bizimkiləri gülər üzlə qarşıladı. O qarşıladı. Kim qarşıladı? Bu işarə əvəzliyi deyil, şəxs əvəzliyidir. Kim sualına cavab verir? Bizim sözü gəlib. Bu bizim düşündüklərimizdən olmaz. Çünki əvəzlikdir. O həyətdə bizi gözlər. Kim gözlər? O gözləyir. Bu şəxs əvəzliyidir. Bu xəyal deyil. Bu işarə əvəzliyidir. Özündən sonra isim gəlib. Deməli, vergül olmalıdır. Sizin kimliyiniz hamıdan çox bizi düşündürür. Sizin əvəzlikləri hamıdan çox, bir də bizim. 2 şəxs var, bir də qeyri-müəyyən var. Kimlik sözü də isimdir. Əvəzliklər mənsubiyyətə görə dəyişib. Xeyr, şəxs əvəzləri mənsubiyyətə görə dəyişə bilməz. Bu çıxdı. Şəxs əvəzliyi sifəti əvəz edib. Xeyr, ismin şəkilçilərini qəbul edib, ismi əvəz edib.
Əvəzliklər hal şəkilçisi qəbul edib. Bəli, sizin yiyəlik hal, bu yiyəlik hal hamıdan çıxışlıq hal bizi düşündürür. Bu da təsirlik hal. Əvəzliklər hal şəkilçisi qəbul edib. Düzəltmə əvəzlik işlənib, heç biri işlənməyib, sadədir. Qeyri-müəyyən əvəzlik zərflik rolunda çıxışı edib. Burada nə edir? Düşündürür. Kimi bizi necə düşündürür? Hamıdan çox düşündürür. Yəni bu birlikdə ismi birləşmədi. Hamıdan çox ismi birləşmədi. Zərflik rolunda olan qeyri-müəyyən əvəzlik deyil. İsmi birləşmədi. Hansı əvəzlik situasiyadan asılı olaraq mübtəda və təyin kimi düşünülə bilər? Nə edirdi? Canlanırdı. Nə canlanırdı? Keçmişi. Bunun mübtədası var da, yəni bir də mən bu onu mübtəda kimi düşünə bilmərəm. Bu düşüncələrin təsirindən ayılanda yeni sarsıdıcı xəbəri eşitdi. Nə etdi? Eşitdi. Kim eşitdi? Bu. Bunu bu cür düşünə bilərəm mübtəda kimi, amma təyin kimi düşünə bilmərəm. Çünki nə etdi? Eşitdi. Nə eşitdi? Xəbəri. Hansı xəbəri? Sarsıdıcı. Hansı xəbəri? Yeni. Nə vaxt, nə zaman? Bu düşüncələrin təsirindən ayrılanda, burada ayrılanda tərkibi imkan vermir ki, daha doğrusu fe'li bağlaması imkan vermir ki, bu özü təkcə təyin kimi işlənsin. Sonra nə etdi? Çağırdı. Kim çağırdı? Anası. Burada mübtəda var. Olmaz. O çayın kənarındakı meşələri çox böyük zövqlə seyr edərdi. Nə edərdi? Seyr edərdi. Nəyi seyr edərdi? Nəyi seyr edərdi? Çayın kənarındakı, daha doğrusu nəyi seyr edərdi? Meşələri. Hansı meşələri? Çayın kənarındakı hansı meşəni? O meşəni. Bir də bu onu vergi qoysam, çay sözü isimdir deyə vergi qoymalıyam mübtəda kimi. O seyr edərdi versiyasında da mübtəda kimi düşünə bilərəm. Yəni həm təyin olar, həm də mübtəda. Bu əraziləri seyr etməkdən çox böyük zövq alardı. Nə edərdi? Zövq alardı. Necə zövq alardı? Çox böyük. Nədən zövq alardı? Bu əraziləri seyr etməkdən. Yenə də məsdər var. Məsdər tərkibə əmələ gətirəcək. Özündən əvvəlki sözlərlə bir yerdə. Bu təyin ola bilməz bu şəkildə. Sonra uyğunluğu müəyyən edin deyir. Əvəzi təyin kimi işlənib. Aytaç həmin kəndə çatandan sonra Azər qayıtdı. Nə etdi? Qayıtdı. Kim qayıtdı? Azər. Nə vaxt, nə zaman qayıtdı? Aytaç həmin kəndə çatandan sonra qayıtdı. Bu tərkibin içindədir. Ona görə A heç bir yerə yazıla bilməz. A-nı çıxaq. Qalsın bu iki variant. Sonra de görüm hansı sənin tapşırığını etməyib. Nə edib? Etməyib, yerinə yetirmək mənasında müstəqil olacaq burada. Nəyi etməyib? Sənin tapşırığını kim, hansı? Əvəzlik mübtəda vəzifəsində oldu. Bura yazaq nə? B. Bura yazaq B. Qardaşım elə şagirddir ki, qardaşım necə şagirddir isim gəlib, əvəzi təyin vəzifəsindədir. Birə C. Hələ də bilmirsən ki, hara gedirsən, haraya gedirsən deyə bilirəmsə, bu mübtəda yox, zərflik olacaq. Bura yazım D. O evə gələrkən Həmid kişi görmədi. Nə etmədi? Görmədi. Kim görmədi? Həmid kişi mübtəda. Nə vaxt, nə zaman görmədi? O evə gələrkən. Yenə də tərkib məsələsi var. Buna görə E-ni də variantdan çıxsam, qalar C variantı. 24-cü sual. Mən belə həyatın nəyindən inciyim? Mən şəxs əvəzi, belə işarə, nəyindən sözü də sual əvəzli cümləsində fərqləndirilən sözün əvəzli olduğunu nəzərə alaraq düzgün yerləşdirməni müəyyən edin. Omonim olan əvəzli işlənib. Belə sözü də omonim ola bilər ədat və əvəzlik kimi. Nə sözü də omonim ola bilər. Yenə də əvəzlik və ədat kimi. Bir doğru fikirdir. Əvəzliklərin heç biri morfoloji baxımdan dəyişə bilmir. Morfoloji baxımdan dəyişmək qrammatik şəkilçi qəbul etməkdir. Bu da nəyindən sözü elə qrammatik şəkilçilərdən boldur. Buna görə 2 səhvdir. Əvəzliklərin hamısı birbaşa hal şəkilçisi qəbul edir. Belə əvəzliyi, məsələn, beləsindən, məsbə şəkilçisi qəbul edəndən sonra
daha məsbə şəxsi qəbul edəndən sonra hallanır. Ona görə 3 yanlış fikirdir. Yanlışın altında da əvəzi müxtəlif məna növünə aid nümunə işlənir. Bu da düzgündür, çünki şəxs var, işarə var, sual var və s. Məncə onun bu addımları heç kəslə eyni olmasın cümləsində əvəzlərin təhlilinə. Buradakı məncə modal sözdür. Çünki o özündən sonra əvəzi gəlib və vergi qoyulubsa, bu ancaq modal söz ola bilər. Onun əvəzliyi şəxs əvəzliyidir, ismi xüsusiyyətini daşıyıb. Bu işarə əvəzliyidir. Heç kəslə qeyri-müəyyən əvəzlik eyni olmaq da bu birlikdə feildir, əvəzlik deyil. Cümlədə sual əvəzliyi xaric, digər məna növlərinə aid nümunə var. Xeyr, təyin əvəzlik görmədim. 2 şəxs əvəzliyi işlənib. Bir dənə şəxs əvəzliyi var onun. Nümunədə təyin əvəzi işlənməyib, düz fikirdir. Əvəzliklərdən birini sinonimi ilə əvəz etmək olar. Heç kəslə, kimsə ilə ola bilər. İşarə əvəzliyi heç bir cümlə üzrü rolunda deyil. Bəli, onun addımları yerlik mənsubiyyət sxemidir. Ortada gəlib. Deməli, ola bilməz. Düz fikirdir. Hər və öz sözlərini Euler-Venn diaqramına əsasən müqayisə edib doğru fikirləri müəyyən edək. Qrammatik şəkilçi qəbul edə bilmir. Bəli, hər qrammatik şəkilçi qəbul edə bilmir, düzdür. Birbaşa hal şəkilçi qəbul etmir. Birbaşa hal şəkilçi qəbul etmək hər ikisinə aiddir. Bura yazılmalıydı. 2 səhvdir. Əşyanı ümumi şəkildə ifadə edir. Hər ikisi təyin əvəziyyəti və əşyanı ümumi şəkildə ifadə edir, düzdür. 3 ortada yazılıb. İsmi əvəz edə bilmir. İsmi əvəz edə bilmir. Yox, öz ismi əvəz edə bilir. Düz, səhv fikirdir. Özündən sonra gələn məsbə şəkilçi sözdən ayrı sintaktik təhlil edilir. Əksinə, səhv fikirdir. Mənsubə şəkilçisindən ayrılmır. Bir yerdə təhlil edilir. 5-də səhvdir. 1-3. Mənsubə şəkilçisi qəbul edə bilir. Bəli. Hər heç bir qrammatik şəkilçi qəbul edə bilmir, amma öz əvəzliyi edə bilir. Bu da düz fikirdir. 1-3-6. Hansı variantdakı fikrə əsasən əvəzi ikili cümlə üzvü kimi düşünülə bilər? Yerli hal şəkilçisi, yəni ikili cümlə tamamlıq və zəiflik kimi düşünmək nəzərdə tutulur. Yaxud mübtəda təyin kimi və s. Yerli hal şəkilçisi biz şəxs əvəzliyi, bu ola bilər. Məsələn, deyirəm ki, bizdə qələm var. Bu olan, belə desəm, bu tamamlıq olar. Bizdə qonaqlar var desəm, yəni evimizdə mənasında olsa, zəiflik olar. Özündən sonra vergül qoyulan həmin əvəzliyi. Həmin əvəzliyi ikili cümlə üzvü kimi düşünülə bilməz. Müstəqil cümlə üzvü olan hansı əvəzlik? Bəli, mübtədanı da əvəz edə bilər. Hansı gəlib mübtədanı əvəz etdi? Deyirəm. Bir də bu təyin ola bilər, düzdür. Əşyaya aid olan necə əvəzlik yalnız təyin ola bilir. Yox, bunu çıxaq qoyaq. 4 olmaz. Cümlədən xəbərə aid olan nə əvəzliyi? Bu tamamlıq da ola bilər. Məsələn, nə gətirim desəm, yəni nəyi gətirim? Bu tipli olanda tamamlıq. Digər versiyada da mübtəda olacaq. Cavabım nə olur? 1-3-5. Kimsə bilməzdi ki, hər gün o burada nə edir? Kimsə qeyri-müəyyən əvəzlik, hər gün o burada nə edir? Hər gün burada zərfdir bu əvəzlik. Deyil. O şəxs əvəzliyi, özündən sonra vergül gəlib, burada əvəzlik deyil. Nə edir də sual əvəzliyi feili əvəz edib. Birinci cümlədəki əvəzliyin sinonimlə əvəz etmək olar. Kimsə sözünü deyir, birinci cümlə. Sinonimlə əvəz etmək olar. Bəli, heç kim bilməzdi ki, bu düz fikirdir. Sual əvəzliyi cümlədə ismi xəbər onda çıxış edir. Xeyr. Burada zaman şəkilçisi varsa, indiki zaman şəkilçisi varsa ismi xəbər olmaz da, feili xəbər olar. Nümunədə yalnız işarə əvəzliyi işlənməyib. Burada təyin əvəzliyi də yoxdur. Səhvdir. 3. İşarə əvəzliyi məkan məzmunu daşıyır. Bu işarə əvəzliyi burada yoxdur, səhvdir. Əşyanı ümumi şəkildə ifadə edən əvəzlik işlənməyib, yəni təyin əvəzliyi deyir, düz deyir. Belə. Sonra verilən fikirlərdən yalnız ikisinə aid olan əvəzlik
hansı variantda işlədilib? İsmi əvəz edə bilir. Həmin ismi əvəz edə bilmir. A-nı yaza bilmərəm. Mənsubiyyət şəxsi işlənə bilir. Yox. H şəxsi qəbul edə bilir. A-nı bir dənə bura yaza bilərəm. İkisinə aid olan deyir. Bəzi insanlar bəzi sözü ismi əvəz edə bilir. B-ni bura yaza bilərəm. Mənsubiyyət şəxsi bəzisi deyə bilirəm. Bura yaza bilərəm. H şəxsi qəbul edə bilir. Bəzilərindən tutalım. Qəbul edə bilir. Sifət əvəz edə bilir. Hamısına yazıldı. Ona görə bu getdi. Hər zaman hamı haqlı deyil. Hamı sözü ismi əvəz edə bilir. Düzdür. Mənsubiyyət şəxsi onların hamısı qəbul edə bilir. H şəxsi hamıdan sifət əvəz edə bilmir. Bu heç. Üçünə yazıldı. O Akifin ən yaxın dostudur. O şəxs əvəzliyidir. İsmi əvəz edə bilir. Düzdür. Buradığını yazın. Mənsubiyyət şəxs əvəzliyi mənsubiyyətə görə dəyişməz yaza bilmərəm. H şəxsi qəbul edə bilir. Düzdür. Bura yaza bilirəm. Sifət əvəz edə bilmir. Yaza bilmərəm. Cavabım D-dir. Kimsə bilməz fələyin işini. Kimsə ismi əvəz edə bilir. Mənsubiyyət şəxsi işlənə bilir. Düzdür. Bura yazıla bilər. Hal qəbul edir. Burada yazılır. Yəni üçünə yazıldı. Edə olmaz. Bütün quyuların dərini məni öz içimdən kim çıxardacaq? Bütün quyuların, bütün sözü təyin əvəzli, mənəm şəxs əvəzliyi, məni şəxs, öz təyin əvəzli, kimdə sual əvəzliyi. Yalnız ikisi morfoloji baxımdan dəyişə bilmir. Burada bir dənə bu bütün sözüdür ki, morfoloji baxımdan dəyişə bilmir, digərləri dəyişir. Yalnız biri müstəqil cümlə üzvü deyil. Burada düz deyir, öz içimdən sözündə müstəqil cümlə üzvü deyil, digərləri müstəqil cümlə üzvüdür. Mənəm, mənəm, nə, quyuların dərini, hansı quyuların bütün, nə edəcək, çıxardacaq, kim, mübtəda, haradan, öz içimdən, kimi, məni, nədən öz içimdən, kimi, məni. Belə, xəbər vəzifəsindəki şəxs əvəzliyi təsirli halla əlaqələnib. Xəbər vəzifəsindəki şəxs əvəzliyi. Mənəm sözü təsirli halla əlaqələnib. Xeyr, quyuların dərini mənsubiyyət şəkilçisidir. Təsirli hal deyil. C olmaz. Cavabım B-dir burada. Sifəti əvəz edə biləcək əvəzi işləməyib. Öz əvəzliyi işlənib. Səhv deyil. Sual əvəzliyi bağlayıcı söz kimi işlənib. Bu da səhv fikirdir. Bağlayıcı söz olsaydı, qarşılığı da olmalıydı. Hansı cümlədə, yəni sual funksiyası daşımamalıydı? Hansı cümlədə işlənən işarə əvəzliyi morfoloji baxımdan dəyişə bilmir? İşarə əvəzi morfoloji baxımdan dəyişə bilmirsə, deməli bu həmin əvəzidir. O da D variantındadır. Cədvələ əsasən uyğun fikri müəyyən edin. Cümlədə təsirli halda işlənən əvəzi varsa, ikinci dərəcəli üzv işlənir. Xeyr, bu tərkibin içində də ola bilər də. Tərkibin içində də ola bilər. Yox, tərkib nədir? Xitabın içində də ola bilər. Məsələn, deyirəm ki, bunu oxuyanlar əlinizi qaldırın. Bunu təsirli haldır, amma ikinci dərəcəli üzv yoxdur. Məsələn, həmin cümlədə A səhvdir. Yaylaq bizim yaylaqlara oxşarsan cümləsində fərqləndirilmiş söz eyni əvəzli ilə sinonimdir. Xeyr, sinonim olması üçün eyni nitq hissəsi olmalıdır. Eyni əvəzlikdir, bu oxşarsan da feildir də, sinonim ola bilməz. Sual əvəzi sayı əvəz edəndə təyin, zərfi əvəz edəndə düzdür, sayı əvəz edəndə təyin olur, zərfi əvəz edəndə zərflik olur, düzdür, ismi əvəz edəndə də mübtəda rolunda işlənir. Bu da düzdür, bu götürə bilmərəm, yanlış yazıb qarşısında. Hər filan əvəzlikləri mürəkkəb əvəzinin tərkib hissəsi ola bilir. Həmçinin bu sözlərdən yeni söz yaratmaq olur. Düzdür. Məsələn, hər kəs, filan kəs mürəkkəb sözün tərkib hissəsi ola bilir. Həmçinin bu sözlərdən hərə, filanıncı və s. ola bilər. Doğru fikirdir. Kimsə əvəzliyi müxtəlif məzmun ifadə edən omonim əvəzlidir. Xeyr, omonim əvəzlik deyil. İstənilən halda qeyri-müəyyən əvəzlikdir. İşarə əvəzliyinin zərfi əvəz etdiyi nümunəni müəyyən edin. İşarə əvəzliyinin zərfi elə mən də sabahçı oyun haqqında düşünürəm. Buradakı elə sözü ədatdır. Çöldə elə istidir ki,
Az qalır adamın ürəyi dayana. B olar. Buradakı elə sözü sifətin qarşısında gəlib zərf əvəz edib. Xalqın azadlığını elələri ismi şəkillərini qəbul edib, ismi əvəz edib. Belə insanların çoxu, belə insanlar ismi əvəz edib, yəni ismin qarşısında gəlib sifət əvəz edib. Elə oradaca onu düz 1 saat gözləmişik. Elə sözü burada ədatdır. 34-cü sual. Həmin belə eyni bəzi əvəzliklərlə bağlı doğru fikirlər. Hamısı təyinin ifadə vasitəsi kimi çıxış edə bilir. Düzdür. Bir dəqiqə qələm. Bu düzdür. Sonra birinci əvəzlik ismi əvəz edə bilməsə də cümlədə ismi izah edir. Bu düzdür. Yəni həmin əvəzliklə söhbət gedir. Həmin əvəzlik ismi əvəz edə bilmir. Amma ismi izah edir. Yəni ismin qarşısında gəlir, onu izah edir. Əvəzliklərdən üçü mənsublar şəkilçi qəbul edə bilir. Beləsi, eynisi, bəzisi ola bilir. 3 də düzdür. Zərfi əvəz edə bilən əvəzlik ismi əvəz edə bilməz. Zərfi əvəz edə bilən əvəzlik belə əvəzlikdir. O da ismi də əvəz edə bilir. Bu səhvdir. Sonuncu əvəzlik formaca dəyişmədən ismi əvəz edir. Xeyr, formaca dəyişmədən sifət əvəz edir. Amma formaca dəyişib, yəni bəzisi olanda ismi əvəz edir. Cədvələ əsasən uyğun fikri müəyyən edin. İşarə əvəzlikləri qılıqca sadə olur, düzəltmə və mürəkkəb olmur. Doğru fikirdir, yalnız sadə olur. Qarşısına yanlış yazıb götürə bilmərəm. Şəxs əvəzliyinin sintaktik vəzifəsi cümlə daxilində müxtəlif cür düşünülə bilməz. Xeyr, tamamlıq kimi də düşünülə bilər. Zəflik kimi də düşünülə bilər. Səhv fikirdir, götürə bilmərəm. Bizim uşaqlar gələndə axşam idi cümləsində şəxs əvəzi təyin ifadə vasitəsidir. Burada təyin yoxdur, axşam idi. Nə vaxt, nə zaman bizim uşaqlar gələndə tərkib var. Zəfliyin tərkibindədir, C səhvdir. O bura gələrkən axşam idi cümləsində əvəziyyətdən sonra vergülün işləməsi yanlışdır. Xeyr, o gələrkən, kim gələrkən şəxs əvəzliyidir və özündən sonra zərf gəlib. Bura sözü zərfdir. Deməli, mütləq şəkildə qoyulmalıdır. Fikir yanlışdır. Bu fikir yanlışdır. Qarşısında da yanlış yazıldığına görə mən bunu götürə bilərəm. Elə belə sözləri ismi izah edəndə sifət, feili izah edəndə zərf kimi işlənir. Xeyr, zərf kimi işləmir də, zərfi əvəz etmiş sayılır, amma yenə də əvəzi olaraq qalır. Bu fikir səhvdir. Verilən fikirlərin doğru və yanlış olduğunu müəyyən edin. Əvəzliyin özünə aid heç bir qrammatik şəkilçisi yoxdur. Düz fikirdir. Hər təyini əvəzliyi adətən vaxt, zaman kimi sözləri təyin edir cümlədə. Hər vaxt, hər zaman bu tipli olanda bu artıq əvəzlikdən çıxır, olur zərflik. Zərf daha doğrusu. Bu yanlış fikirdir. Bu əvəzliyindən sonra isim gələrsə vergül qoyula da bilər, qoyulmaya da bilər. Bəli, təyin vəzifəsində olarsa isim gələrsə qoyulmayacaq. Mübtəda vəzifəsində olarsa isim gələrsə qoyulacaq. Doğru fikirdir. Mübtəda tamamlıq vəzifəsində işlənən o əvəzliyi işarə əvəzliyi olmur. Bəli, işarə əvəzliyi təyin vəzifəsində olan da olur. Doğrudur. Bəzi işarə əvəzlikləri mənsubiyyə şəkilçisi qəbul edə bilir. Onun eləsi, deməli, onun beləsi və s. ola bilər. Mənsubiyyə şəkilçisi qəbul edə bilər. Bu da doğru fikirdir. Sonra işarələnmiş əvəzliklərlə bağlı ortaq fikirlərdir. İkincilər qalib gəldilər, onları təlt. Onları sözü sayı əvəz edib, onları. Mən hələ də sonuncu işi bitirə bilməmişəm. Burada sayı əvəz edib, hansı işi? Sonuncu işi. Onları şəxs əvəzliyidir, həmin də işarə əvəzliyidir. İndi baxaq, hər ikisi eyni nitq hissəsini əvəz edib, bəli, hər ikisi sayı əvəz edib, sonuncu, ikinci. Bu düzdür. Morfoloji baxımdan əvəz etdiyi nitq hissəsidir. Xeyr, morfoloji baxımdan elə əvəzin özüdür. Məsələn, kiminsə paltarını geyinmək olmaq demək deyil də. Bu da elə bir şey. Fərqli məna növlərində fərqli nitq hissəsini əvəz ediblər. Fərqli məna növlərindədir, düzdür. Biri şəxsdir, biri işarə. Amma fərqli nitq hissəsini əvəz etməyib. Bu fikir səhvdir. Qulurca sadə əvəz etdir, ismi əvəz etməyib. Bəli, sayı əvəz edib. Bu da düzdür. 1, 4. Sonra
Burada hansıdır? Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Sual əvəzliyi əvəzliyin özünü də əvəz edə bilir. Bəli, bu konkret qaydadır. Düzdür. İşarə əvəzlilərin hamısı mənsubiyyətə görə dəyişə bilir. Xeyr, həmin əvəzlik dəyişə bilmir. Səhv fikirdir. Təyin əvəzliklər quruluşca yalnız sadə olur. Düz fikirdir. Şəxs əvəzlikləri hallanır, mənsubiyyətə görə dəyişir. Xeyr, hallanır, amma mənsubiyyətə görə dəyişə bilmir. Yanlış fikirdir. Yanlışın altında olduğuna görə 4-ü götürürəm. 1, 3, 4-ü götürməliyəm ki, bəzi işarə əvəzlikləri cümlədə təyin, xəbər ola bilir. Bəli, bu düzgün fikirdir də. İşarə əvəzliyinin əsas vəzifəsi ilə cümlədə təyin olmaqdır. Xəbər də ola bilər, odur, budur, kimli. Düzgün fikirdir, yanlışın altından götürə bilmərəm. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. O əvəzindən sonra vergül qoyulmalıdır. O mənim təzə aldığım kitabdır. Burada əvəzlik gəlib, qoyula bilməz. O bugün iclasda çıxış edəcək. Bugün, nə vaxt bugün zərfdir. Ona görə qoyulmalıdır. O artıq bu barədə düşünmək istəmir. Artıq ədatdır. Qoyulmaz. Bu əvəzindən sonra vergülün qoyulması doğru deyil. Bu sənin əməllərin, sənin əvəzlikdir. Qoyulmamalıydı. Yəni 4-ü götürməliyəm. Bu səndəki qeydlərin eynisidir. Deməli, burada səndəki sözü sifətli qoyulmalıdır. Bu düzdür. Bu heç vaxt səni narahat etməyəcək. Nə etməyəcək? Narahat etməyəcək. Burada heç vaxt sözü zərfdir. Narahat etməyəcək. Bu sözü də mübtədadır. Ona görə də qoyulmalıdır. Bu da doğru fikirdir. Cavabım olur 2, 4. Bizim sənət dünyasının qırıq telli sazıyam. Bizim sənət dünyasının bircə ondan razıyam ki, ondan bu da şəxs əvəzliyi, özümdən təyinə əvəzi narazıyam. Nümunənin təyinə aid olan fikirləri müəyyən gəlik halda olan şəxs əvəzliyi təyin rolundadır. Sənət dünyasının sazı. Bunlar bir yerdə xəbərdir. Bunlar bir yerdə xəbərdir. Hansı sənət dünyasının? Bizim. Bir düzdür. Sonra əvəzliklərdən ikisi sifəti, ikisi ismi əvəz edib. Burada 4 deyir əvəzlik var, amma biz 3 saydıq. 2 səhv fikirdir. Təyini əvəzlik mənsubiyyət şəkilçi qəbul edib. Təyini əvəzlik mənsubiyyət, bəli, özü sözündə, sözün kökü ü mənsubiyyəti, mənim özüm mənsubiyyətdir. 3 düzdür. Əvəzliyin 3 fərqli məna növünə aid nümunə işlənib. Bir şəxs gördük, bir də təyini gördükdə bu səhvdir. Sonra təyin əvəzliklərin təyin kimi işlənmədiyi cümlələri müəyyən edin. Nə vaxt evə getsən, öz kitabını mənə gətir. Bu öz kitabını öz əvəzi özündən sonra məsbək qəbul tələb edir və təyin olunur. Birlikdə xəbər olur. Xəbər nədir? Birlikdə cümlə üzü olur. Gətir. Kimə, mənə, nəyi? Öz kitabını birlikdə tamamlıq olacaq. 1 çıxdı. İşçilərdən bəziləri bir yerdədir. Hələ də maaş ala bilməmişdi. Nə etməmişdi? Ala bilməmişdi. Nəyi? Maaşı? Deməli, kim? İşçilərdən bəziləri. Ümumiyyətlə, burada təyin əvəzlik yoxdur. Biz təyin əvəzliyə baxmalıyıq. Vətəni düşünən həmin igidlər canından keçdilər. Burada da təyin əvəzlik yoxdur. Həmin əvəzlikdir. O da işarədir. Yeni çıxan bütün vəsaitləri əldə etmək. Bütün təyin əvəzlikdir. Əldə etmək, maqmək görürəm. Deməli, hamısı bir yerdə olacaq. 4-ü götürməliyəm. İclasa davamlı olaraq hər gün eyni adamlar gəlirdi. Nə edirdi? Gəlirdi. Kim gəlirdi? Adamlar. Hansı adamlar? Eyni. Nədəsə səhvə yol verdik. Bu eyni adamlar təyin. İşçilərdən bəziləri hələ də, bəziləri burada təyin əvəzlik yoxdur. Hə, işlənmədiyi deyir də 1 ilə 4-ü götürməliyik. Uyğunluğu müəyyən edin. Elə əvəzlik sifəti əvəz edib. Bu elə maraqlıdır ki, sifətin qarşısında gəlibsə zərf əvəz edəcək. A-nı çıxsam variantdan. Sonra elə danışır ki, yenə elə əvəzi feilin qarşısına gəlib. B-ni də çıxmalıyam. Cavabım C-dir. Baxaq, burada elə insanlar var ki, ismin qarşısında gəlib. C olar.
Qəbula görə kimi dərs oxuyur, kimi test həll edir. Düzəltmə əvəzlikdir bu. D variantı. Mən kimi desəm, o da gəlsin. Bu sual əvəzliyidir və qrammatik şəkilçidir. Düzəltmə deyil. Şəxs əvəzliyindən sonra vergül doğru qoyulub. Bu şəxs əvəzliyi deyil. Biri çıxdım. Sonra o hər an bunları təkrar edərdi. Nə edər? Təkrar edərdi. Kim o? Şəxs əvəzliyidir. Hər an. Bu da bir zərfdir. Ona görə vergül düzgün qoyulub. İçini götürürəm. O öz-özünə nə edər? Danışar. Kim o? Şəxs əvəzliyidir. Öz-özünə zərfdir. Ona görə 3-ü də götürürəm. Vergül düzgün qoyulubdur. Əvəzlikdən sonra vergül düz qoyulsa da əvəzlik cümlə üzrə ifadə vasitəsi deyil. Anar dedi ki, o bu gün gələndə qəza keçirib. O gələndə deməli şəxs əvəzliyidir. Bu gün də zərfdir. Odan sonra zərf gəlib, əvəzlikdən sonra zərf gəlib, vergül qoyulub. Düzgündür bu. Amma tərkibdədir. Gələndə qəza. Nə vaxt, nə zaman qəza keçirib? O bu gün gələndə. Deməli cümlə üzrə ifadə vasitəsi deyil. 4-ü də götürməliyəm. Bu evə gələrkən yolda cərmələnib. Nə edib? Cərmələnib. Kim cərmələnib? Bu. Şəxs əvəzliyi nədir? Mübtəda vəzifəsindədir. Vergül düz qoyulub. Çünki özündən sonra isim gəlib. Amma müstəqil cümlə üzrüdür. Mübtədadır. O sözlərini düşünəndə çox gec idi. O sözlərini düşünəndə çox gec idi. Nə idi? Gec idi. Nə gec idi? O sözlərini düşünəndə bir dəqiqə nəyəsə səhvliyə yol verdi. Burada deməli nə də səhvliyə yol verdi. Nə edib? Qəza keçirib. Kim qəza keçirib? O. Bizə deyir ki, müstəqil cümlə üzrü o ifadə vasitəsi olmasın, cümlə üzrü olmasın. Deməli mən 4-ü götürə bilmərəm. Amma 6-nı götürə bilərəm. Gec idi. Gec idi. Nə qədər? Çox. Nə vaxt, nə zaman? O sözlərini düşünəndə. 6-nı götürə bilərəm. Hansı cümlədə əvəzliklə omonim olan söz işlənib? Hansı cümlə əvəzliklə omonim olan söz işlənib? Buradakı çox da deyil. Hansı cümlə əvəzliklə? Bu sualda, bu yuxarıdakı sualda çoxu səhv təhlil elədim. Çox gecin qarşısında, zərfin qarşısında gəlib ədatda. Hansı cümlədə əvəzliklə omonim olan söz işlənib? Belinə götürdüyü yük ağır idi. Burada bir şey yoxdur. Əvəzlə omonim olan söz yoxdur. Biz millətin gələcəyi, biz əvəzin özüdür. Elə adamlarla bizim əlaqəmiz əvəzin özüdür. Kimi şərab içir, kimi insan qanı, yenə əvəzin özü var. Elə bunu deyirdi ki, telefonu səsləndi. Elə ədatdır. Əvəzliklə omonimdir. Doğru fikirləri müəyyən edin. O bu işarə əvəzləri sifəti və ismi əvəz edir. O bu işarə əvəzliyi ismi, demək bu əvəz edir, amma o ismi əvəz edə bilmir. Bu səhv fikirdir. Hər əvəzliyi formaca dəyişə bilməsə də, formaca dəyişə bilən sözə aid ola bilir, düzdür. Yəni özü qrammatik şəkilçi qəbul etmir, amma qrammatik şəkilçi qəbul edən istənilən sözün qarşısında gələ bilər. 2 düzdür. Biz əvəzindən sonra gələn istənilən sözdə mənsubiyyət şəkilçi olmasa təyin kimi işlənə bilər. Xeyr, bizim vaxtlar, zamanlar, yerlər, tərəflər, bu kimi sözlərdə mənsubiyyət şəkilçi olmasa da təyin ola bilmir, səhvdir. Elə işarə əvəzliyi aid olduğu sözdən asılı olaraq 2 fərqli nitq hissəsini əvəz edə bilər. Bəli, sifəti də əvəz edə bilər, deməli zərfi də əvəz edə bilər. Həmin əvəzi kontekst daxilində ismi, sifəti, feili, sayı əvəz edə bilər. Bəli, deyirəm ki, gümüş üzük aldım, həmin üzüyü dostuma verdim. Gümüş sözü isimdir. Həmin üzüyü deyirəmsə, gümüşü əvəz edib də həmin sözü, yəni ismi əvəz etmiş sayılır. Yaxud 5-ci mərtəbədə yaşayırıq. Həmin mərtəbədə nə bilim, nə var? Güllər var, tutalım. Burada da hansı mərtəbə, həmin mərtəbədə deyirəmsə, sayı əvəz etmiş olur. Nəsə belə. Cədvəldən bütün uyğun cümlələri müəyyən edin. O bu əvəzliklərindən sonra vergül düzgün qoyulub. O buraya gələnlər arasında ən az yaşlı idi. Buraya zərfdir.
vergül düzgün qoyulub. 1 düzdür. Bu mənim ömür yoldaşım 30 ildir ki, qayğıma qabat əlavə edir. Bunu açır. Bu kimdir? Mənim ömür yoldaşım. Vergül düzgün qoyulub. O ölkəni tərk edəndə qiyam yeni başlamışdı. O şəxs əvəzi o tərk edəndə. Burada da özündən sonra isim gəlib. Bu da vergül düz qoyulub. O bu əvəzliklərdən sonra vergül yanlış qoyulub. O, sən, Kənan. Sadalanma var. Vergül düz qoyulub. Bu necəliyimdən xəbərsinizdir. Necəlik isimdir. Ona görə də bundan sonra gəlib vergül düz qoyulub. Kimdir? İnsandır. Kim bu? Bu deməli burada təyin vəzifəsində deyil də, mübtəda vəzifəsindədir. Müxtəlif cümlələrdə yer alan əvəzliklər üçün hansı fikir istənilən halda ortaq cəhətdir? Fe'li xəbər kimi çıxış etməyib, niyə edə bilər? Məsələn, bayaqki nə edir? Fe'li xəbər idi. Xitabın tərkibində yer almayıb, ala bilər. Əsas nitq hissəsini əvəz edir. Bəli. Əvəzi yalnız əsas nitq hissəsini əvəz edir. Desək ki, bütün nitq hissələrini əvəz edir, səhv olar. Çünki köməkçi nitq hissələri ora daxil deyil. Hiyəlik halda işlənsə, hökmən ın qəbul edəcək. Xeyr. Çünki bizim, mənim tipli sözlər ım şəkilçisi, ım üstü 4 qəbul edir. Sonra bir dəqiqə. Əvəzlik həm ədat kimi çıxış edə bilər. Bu elə belə hər ikisi edə bilər onu. Həm zərf, həm də sifəti əvəz edən işarə əvəz edir. Hər ikisi mübtəda kimi çıxış etmək üçün mənsubiyyət şəkilçisi qəbul etməlidir. Hər ikisinə aiddir. Ümumi mütəqi qüvvətləndirici ədaddır. Eləyə aid deyil də. Bu elənin dəqiqləşdirici ədaddır. Deməli, 1-ə A yazsam, 2-ə E yaza bilmərəm. 1-ə A yazsam, 2-ə yaza bilməm. Bu variant getdi. Həm zərf, həm də əvəzlik kimi çıxış edən sözdür. Xeyr, bu fikir heç birinə aid deyil. F-ləri çıxsam, qalacaq bir variant. Əvəzlik haqqında verilən fikirlər əsasında uyğun olanlar. Biz şəxs əvəzi heç vaxt cəm şəkilçisi qəbul etmir. Niyə etmir? Bizlər, sizlər kimi olanda edir. Hər kəs və hər tərəf söz birləşmələrində aslı tərəf. Hər tərəfdə aslı tərəf əvəzlikdir, amma hər kəs bu mürəkkəb sözdür. Bunun aslı əsas tərəf olması səhv fikirdir. İstənilən qeyri-müəyyən əvəzi yalnız ismi əvəz edir. Xeyr, bəzi əvəzlik var ki, bəzi sözü sifət əvəz edir. Bunlar səhvdir. Tamamlıq və zərflik rolunda çıxış edə bilən şəxs əvəzi yoxdur. Xeyr, bizdə, sizdə eləyə bilər. Əvəzin yalnız bir məna növü daxilində düzəltmə söz var. Düzəltmə söz qeyri-müəyyəndə də var. Sual əvəzliyində də var. Bu da səhv fikirdir. İşarə əvəzlikləri içərisində mənsubiyyətə görə dəyişən əvəzliklər mənsubiyyətə görə dəyişməyən əvəzliklərdən çoxdur. İşarə əvəzlikləri içərisində mənsubiyyətə görə dəyişən əvəzlik deməli elədir, elə, belədir. Dəyişə bilməyəndə o, bu, həmin. 3 dənə oldu. Demək, bu da səhv fikirdir. Nə eləməliyik biz? Yanlışın altından götürsək, 4, 5, 6. D variantı. Hansı əvəzliklər yalnız 2 sual işarəsinin yerinə yazıla bilər? Qeyri-müəyyən təsirlik halda işlənərək tamamlıq vəzifəsində çıxış edə bilər. Bura nəni yaza bilərəm? Bir də heç nəyi yaza bilərəm. Yəni, bura yaza bilərəm 3-ü, bir də 4-ü. İsmi əvəz edə bilir. Bura 1, 4, 5, 3, hətta kontekst daxilində 2-ni də yaza bilərəm. Tərkibinə görə təhlili fərqli ola bilər. Tərkibinə görə təhlili fərqli ola bilər. Bir dənə bu 1 kimi sözü. Cümlədə fe'li xəbər ola bilər. Heç birisi ola bilməz. Deməli, 2 yerə yazdıqlarımız 1 oldu. 1'lər 2 yerə yazdıq. 3'ü, 4'ü 2 yerə yazdıq. Cavabımız E variantı olar. Kimsə əvəzliyi ilə bağlı hansı yanlış fikirlər biri əvəzli üçün doğrudur. Yəni, kimsə üçün yanlış, biri üçün doğru olmalıdır. Qulluqca düzəltmə vəziyyəti, hər ikisi düzəltmə vəziyyəti bu heç. Başlanğıc formada olan bu söz 2 nitq hissəsi kimi çıxış edə bilmir. Hər ikisi deməli 2 nitq hissəsi kimi çıxış edə bilmir də, yalnız əvəzlik kimi çıxış edə bilir. Bunu da çıxıram, biri də çıxım. Birinci, ikinci şəxs mənsubiyyət şəkilçisi ilə işlənmir. Onun kimsəsi, mənim kimsəm, sənin kimsən.
Mənsubiyyət şəklisi işlənir. Mənim birim, sənin birin deyə bilmirsən də. Deməli 3 bunun üçün yanlışdır, bunun üçün də doğrudur. 3-ü götürə bilərəm. Vurğusu yalnız bir hecada düşünülən əvəziyyətdir. Kimsə əvəzinin vurğusu fərqli düşünülə bilər. 2 yerdə. İnkarlıq olanda kimsə bura düşür. Kimsə qapını döyürdü desəm bura düşəcək. Deməli, bunun üçün yanlışdır, biri üçün doğrudur, 4-ü götürürəm. Həm ismi, həm də sifəti əvəz edə bilər. Bu, hər ikisinə aid doğru fikirdir. B. Hansı nümunədə daha çox əvəzlik var? Bu vaxt eşidirdi torba, bu vaxt zərfdir. Görək kim? 1, 2, burada 2 dənə. İldırım, mən, 1, 2, 3, burada 4 dənə. Burada 4 dənə oldu. Sonra mən, 1, 2, elə örtmüşəm səni. 3, 4, özgə də sifətdir. Burada da 4 dənə oldu. Elə ki, alim bugün evə qayıtdı. Nə ki olmuşdu, dedim. Bugün zərfdir, elə ədatdır. Nə ki, deməli, nə bir dənə. Amma o məni heç dinləmədi, heç ədatdır. Burada da 3 dənə. O məni 3 dənə. Dünyanın öz dilində ağlayıb gülə bilərdi. Öz 1, kimdən 2, bu 3, kimin 4, bu da 5. Variantı 5 dənə. Hansı nümunələrdə altından xətt çəkilən söz əvəzlik deyil? Filankəs əvəzlikdir, haçan əvəzlikdir, uşaqlardan biri əvəzlik deyil. O qədər gətir, bu zərfdir. O qədər sözü ya say olur, ya da zərf olur da, bu əvəzlik olmur. 4-ü götürməliyəm, heç kəs əvəzlikdir. 3-4C variantı. Təyini əvəzliklər barədə verilən hökmlər əsasında uyğunluğu müəyyən edin. Bu əvəzliklərdən yalnız biri heç bir halda morfoloji dəyişikliyə məruz qalmır. Yalnız birimi? Yox. Hər, bir də bütün, ikisi. Bu səhv fikirdir. Bütün əvəzi sifəti əvəz edə bilir. Düz fikirdir. Yanlış yazıb götürə bilmərəm. Hərdən və özəlləşdirmə sözlərinin kökü təyin əvəziyyəti. Bəli, düzdür. Yanlış yazıb götürə bilmərəm. Təyin əvəzliklərdən biri sıra sayının kökü kimi çıxış edir. Filan sözüdür, filanıncı. Bu da düz fikirdir, yanlış yazılıb. Əşyanı ümumi şəkildə müəyyən etmək üçün istifadə edilən bu əvəzliklər qulluqca yalnız sadə olur və hansı sualına cavab verir? Doğru fikirdir. Yəni E. Sonra cədvəldəki uyğunsuzluq yaradan cümlələri seçin. Tərkibində əvəzlik uyğunsuzluq deyil. Tərkibində əvəzlik olduğunu dəqiqliklə demək olar. Nə vacibdir? Bunu deyə bilmərəm ki. Məsələn, bir deyirəm ki, nə vacibdir sən bunu belə dedin. Bir bu şəkildə, ədat mənasında, bir də mağazadayam, deyirəm nə vacibdir alım. Yəni, biri götürmək olar uyğunsuzluq dediyinə görə. Nə savadlıdır, nə çalışqandır. Yəni, bir deyirəm ki, bu söz nə savadlıdır, nə sözləri ümumiyyətlə istənilən halda əvəzlik olmayacaq. Çünki ya bağlayıcı olar, nə savadlıdır, nə çalışqan. Yəni heç birindən deyil də, savadsızdır, həm də çalışqan deyil. Bir də nə qədərsə, nə gözəl savadlıdır, nə çalışqandır, ədat mənasında düşünə biləm. Nəsə, 1-2 tərkibində əvəzlik olmadığını dəqiqliklə demək olar. Elə hey xalqın saadəti üçün vuruşduğunu deyirdi. Bəli, bunun tərkibində əvəzlik yoxdur. Elə ədat kimi də düşünmək olar. Bir də isim kimi. Elə cəmaata, xalqa. Hey deyirdi ki, onun saadəti üçün çalışır. 3 Rasim belə problemlə qarşılaşanda ağıllı hərəkət edir. Buradakı belə sözünü ədatda düşünmək olar. Ədatda düşünmək olar, əvəzlik də düşünmək olar. Sonra tərkibində qeyri-müəyyən əvəzlik olan cümlələri seçin. Heç kimin qələbə qazandığını da öyrənə bilmədim. Bu ədatdır, kimin də sual əvəzi burada yoxdur. Əskərlərdən bəzisi, yəqin sən hamının, hər gün şirkətə müxtəlif, hər gün zərfdir bu, nə vaxt, nə zaman, hərədən, bir də bu.
Boş xanalardan yalnız birinə yazılacaq nümunələri müəyyən edin. Tərkibində şəxs əvəzliyi var, tərkibində sual əvəzliyi var. Neyləyim? Burada sual əvəzliyi elə var A-da. Mən, bu da şəxs əvəzliyi. A hər ikisinə yazıldı. A olmaz. Sənsiz yaşamaq necə çətin imiş? Burada necə sözü ədatdır. Sənsiz sözü də sifətdir. Yəni əvəzi yoxdur bu cümlədə. Bu gün məndən hansı kədər? Bu məndən şəxs əvəzliyidir. Hansı sual əvəzliyidir. Yəni hər ikisinə yazdıq. Düşüb ayağına sən o zalımın, sən şəxs əvəzliyidir. Deyini bura yazıram. Söylədimmi necəliyin hanı? Necəlik isimdir. Bura yazıla bilməz. Deməli cavabım D variantı. Bu yolla mı gedəcək dünya? Belə mi başlanıb bitəcək dünya? Nə şəxs var, nə sual əvəzliyi var. E olmaz. Yanlış fikirləri müəyyən edin. Şəxs əvəzlikləri hal şəxsi qəbul edərkən mübtəda rolunda çıxış edə bilməz. Düzdür. Hal şəxsi qəbul edəndə ya zərflik olur, ya tamamlıq olur. Heç bir mürəkkəb əvəzliyin tərəfləri bitişik yazılmır. Filan kəs məsələn bitişik yazılır. Bu səhv fikirdir. Öz əvəzli mübtəda olmaq üçün mütləq qrammatik şəkildə işlənməlidir. Düz fikirdir. Təyinli əvəzliklər içərisində düzəltmə olanı da var. Xeyr, səhv fikirdir. Əvəzin bütün məna növləri daxilində ən azı bir söz ismi əvəz edə bilir. Düzdür. İstənilən əvəzli qrammatik şəkildə qəbul edə bilər. Xeyr, məsələn, təyin əvəzliklərdən hər, bütün bu qəbul edə bilmir. Bu da səhv fikirdir. 2, 4, 6 B variantı. Cədvələ uyğun cümlələri müəyyən edin. Cədvəldən uyğun. Əvəzi müstəqil cümlə üzüdür. Dünyada hər zaman güclülər zəifləri əzməyə çalışmışdır. Nə etmişlər? Çalışmışlar. Nə vaxt, nə zaman? Hər zaman. Bu bir yerdə zərflik olacaq. Bir zərf olacaq daha doğrusu. Yəni burada əvəzi yoxdur. Hər zaman zərfdir. Bir çıxdı. Ziyalı öz zəmanəsindən öz əvəzlikdir, amma öz üstəgəllərin mənsubiyyət sxemi var. Parçalana bilməz, müstəqil cümlə üzvü ola bilməz. 2-ni götürməliyəm. Əvəzi müstəqil cümlə üzvü deyil. Bilirsən ki, kimsə vətən üçün döyüşməyəndə canımızı fəda etməyə hazır idi. Nə idik? Hazır idik. Nəyə hazır idik? Canımızı fəda etməyə. Nə vaxt, nə zaman hazır idik? Kimsə vətən üçün döyüşməyəndə bu birlikdə zərflik olacaq. Əvəzimdə kimsə sözüdür. 3 düzdür. Mənim işlərim ya bugün ya da sabah yekunlaşacaq. Burada da mənim işlərim ya bugün yekunlaşacaq ya da sabah. Burada da əvəzli müstəqil cümləsi deyil. Nədəsə səhv elədik. Bir dəqiqə baxaq. Burada səhv eləmişik. Deməli, mənim işlərim bu bir yerdə olacaq. Bu 2-də səhv eləmişik. Öz zəmanəsindən parçalana bilməz deyirik. Amma gedib müstəqil cümlə üzünü götürürük. Nəsə 3, 4. Belə. Davamına da sonra baxarıq. Sağ olun, təşəkkür edirəm izlədiyiniz üçün.